Sayıda Nasis, Mechatronics 81 komandasının üzvüyəm. Mənim komandada vəzifə modelləşdirmə və kodlamadır. Salam, mən Allahverdi Hüseyin, Mechatronics 81 komandasının üzvüyəm. Mənim komandada vəzifəm elektronika və proqramlaşdırmadır. Salam, mən Həsənli Xaqan, Mechatronika 81 komandasının üzvüyəm. Bu komandada mənim vəzifəm mexanika və kodlaşdırmadır. Gördüyünüz bu robot qolu drill vasitəsilə bizim fidanımız üçün torpaqda yer açır və bu tutacaq robot qol vasitəsilə də fidanımızı oraya yerləşdirir. Bu LCD ekran menüsündə isə robotumuzun günlük nə qədər ağac əkdiyi yazır. Robotumuzun üzərində olan kamera vasitəsilə ətrafını rahatlıqla izləyə bilərik və GPS sistemi ilə də xəritədən rahatlıqla onu izləmək olar. Qurğunun termoelektrik soyuducusu və kuler olan hissəsidir. Aşağısına suyun yığılması üçün qab yerləşdirmişik. Robotumuzun üzərinə hazırladığımız bu qurğu havadakı nəmi içməli suya çevirən qurğudur. Bu qurğu vasitəsilə suvarma işlərini rahatlıqla yerinə yetirmək olar. Layihəmizin əsas məqsədi təbiətimizi flora və faunasını qorumaqdır. Son zamanlarda baş verən meşə yanğınları təbiətimizin flora və faunasına zərər vurur. Bu səbəbdən insansız və günəş enerjisi ilə işləyən robot düzəltmişik. Robotumuz yeri özü qazır, fidanı özü əkir və sulayır. Bu səbəbdən həm büdcəmizə qənaət edərək rahatlıqla bir çox işi görə bilir. Magistral yolların kənarında ağacların əkilməsində, kənd təsərrüfatının toxumların əkilib becərilməsində də rahatlıqla istifadə oluna bilər.